Azərbaycan qadını insanlar ve insanlıq naminə özünü həsr edib fəda edəndi. Hamıcanlar qəlbi bağlasın, görməsi sən işinə, təlimata uyğun hərəkət edib, hər şey yaxşı olur. Alilik prinsiplerine esaslanan inkişaf etmiş cemiyet kurmak, 100 illər boyu xalq olaraq en büyük arzumuzdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələr, İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci konfransı, xanım Bahar Muradova. Mərasim iştirakçıları, dövlət rəsmiləri, millət vəkilləri, değerli xanımlar ve cənablar, icazə verin, ilk olarak Ölkə Prezidenti zat aliləri, Cənab İlham Əliyevə, bugünkü bayram tədbirinin iştirakçılarına ve onların timsalında bütün Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubuna göre her birimiz adından ona dərin hörmət və ehtiramımızı bildirək. Onlara hayatın en güzel nimeti olan xoşbəxtlik arzulamaq istəyirəm. Qadına hörmət, ehtiram. Hər birinizi salamlayıram. Bugün burada olmağım sizin karşınızda çıxış etməyin bir möcüzədir deyərdim. Çünkü həyat mənə ikinci bir şans verdi və mən peşəkar iş yoldaşlarımın qəhrəmanlığı sayəsində bu an qarşınızdayım. Başlayacağım. Bəzən həyat bizi gözlənilməz sınaqlarla üz-üzə qoyur. Elə anlar olur ki, insan bir göz qırpımında özünü seçim qarşısında tapır, geri addım atmaq, yoxsa var gücüyle mübarizə aparmaq. O anlarda biz kim olduğumuzu, içimizdeki inancı, fədakarlığı və gücü dərk edirik. Teşekkür ederim.